Əziz və qəhrəman əsgərlərimiz, necəsən? Sən xalqımız tərəfindən sevilirsən. Bunu bilirsən? Ailənin sevimli övladı olduğun kimi, bizim də övladımız qürur mənbəyimizsən. Sənə arxalanır bu xalq, sənə güvənir bu millət. Soyuqda dayanıb, isti ürəyi ilə vətəni qoruyan igid əsgərimə salam olsun. Soyuq havada keşik çəkəndə, səssiz dağlar, meşələr səni dinləyəndə, yaxınlıqdan doğma bir səs eşitmək istəyirsən. Ümid edirəm o səs elə bu məktub olar. Bilmirəm payız sizi harada, hansı şəhərdə, hansı postda qarşılayır. Amma bilirəm ki, orada da bu havanın içində biraz yurd qoxusu, biraz ailə istiliyi, biraz da darıxmaq var. Bəlkə siz də indi kiminsə məktubunu gözləyirsiniz, kiminsə səsini xatırlayırsınız. Elə bu fikirlə yazmaq istədim sizə. Bəlkə biraz ruhunuz sinsin, bəlkə biraz ev havası gəlsin bu sətirlərdən. Bilirsən, hər səhər gün doğanda sənin kimi minlərlə igid o günün işığını qorumaq üçün oyaq olur. Sənin duruşun, sükutun, baxışın, hamısı bir xalqın gücünə çevrilir. Sən indi tək özün üçün yox, bizim hamımız üçün dayanırsan. Sən bir ad deyil, sən bir hekayəsən. Vətən hekayəsi. Hər bir əsgər yalnız hərbi vəzifəsini yerinə yetirmir. O, həm də millətin gücünü, xalqın ümidini və gələcəyin sabitliyini qoruyur. Sənin dayandığın hər addım bir azadlıq addımıdır. Hər çəkdiyin zəhmət bir xalqın sükunətidir. Biz səni görməsək də sənin varlığın bizim üçün çox böyük mənaya malikdir. Bilirəm ki, vətəni qorumaq asan deyil. Amma sən o çətinliyi mərdliklə, cəsarətlə, sevgi ilə daşıyırsan. Bilirəm, orada çox çətindir. Soyuq, yorucu günlər, sərt şərait. Amma sən igid və mərd övlad kimi vətəni qoruyursan. Vətən torpağının hər qarışında sizin iziniz, hər daşında sizin nəfəsiniz var. Siz bu xalqın qürurusunuz, millətin ümidisiniz, sabahın işığısınız. Bilirik, bəzən yollar uzun olur, həsrət ağır gəlir. Amma siz vətən üçün dözürsünüz, vətən üçün keşik çəkirsiniz. Bu ən böyük qəhrəmanlıqdır. Bu torpaqlarda nəfəs alan hər bir insanı, bu xalqın sabahını qoruyursunuz. Qürur duyuram səninlə, görmədiyim, amma varlığını bildiyim, hiss etdiyim əsgərlə. Sənin gözlərində, baxışlarında vətən yatır. Biz inanırıq, Azərbaycan əsgəri heç vaxt sınmaz. Siz vətənin canlı qalxanısınız. Sizin cəsarətiniz, dözümünüz, sədaqətiniz bu xalqın ruhunu yaşadır. Allah sizi və bütün əsgər yoldaşlarınızı qorusun. Sizin kimi igidlərin sayəsində bugün biz azad, başı uca, qürurlu bir xalqıq. Siz bizim qürurumuz, zəfərimizin canlı rəmzisiniz. Azərbaycan əsgəri, səni tanıyan hər kəs bilir ki, sən hər zaman mərd sözünün ağası, vətənini sevən bir oğul olmusan. Bugün də həmin sədaqətinlə, igidliyinlə torpağımızın keşiyindəsən. Bəlkə indi səngərdə oyanıq keşik çəkirsən. Bəlkə də bir dost səsi, tanış bir salam arzulayırsan. Elə bu məktub o salamın özüdür. Dost qəlbindən sənə gələn isti bir səsdir. Bilirəm, uzaqlarda olmaq asan deyil. Bəzən külək sərt əsir, səngər soyuq olur, yollar uzanır. Amma inan, o soyuq küləyin arxasında bir millətin isti duaları dayanır.
Hər bir ana, hər bir uşaq, hər bir müəllim sənin sağ-salamat dönəcəyinə inanır, dua edir. Burada evlərdə, məktəblərdə, küçələrdə hər nəfər sənin kimi əsgərlərlə qürur duyur. Bizim üçün sən sadəcə hərbçi deyilsən. Sən vətənin nəfəsi, xalqın dirəyi, torpağın dirənişi, bayrağın dalğalanan qürurusan. Hər addımında bizim minnətdarlığımız səninlədir. Səni heç vaxt görməmişəm. Adını da bilmirəm. Amma səni tanımasam da hər gün ürəyimdə sənə dua edirəm. Əziz əsgərim, qardaşım, nə yaxşı ki, sən bu müqəddəs vəzifədə yalnız özün üçün yox, cənnət vətən üçün ayaqdasan. Qəhrəmanlıq sənin kimi mərd insanların ürəyində yaşayır. Sənin iradən, cəsarətin və sədaqətin bizə güc verir. Bilirəm, bəzən gecələr çox uzun olur. Elə bil saatlar dayanır. Külək üzünə toxunanda, səngərin səssizliyində düşüncələrə dalırsan. O anlarda ananın səsini, evinin qoxusunu, əzizlərini xatırlayırsan. Hə, darıxmaq zəiflik deyil, əsgər, insanlığındır. Bilirsən, biz də 44 günlük müharibəni unutmamışıq. Vətənimin əsgəri, sən məni heç vaxt tanımayacaqsan. Mən sənə kiçik məktub yazdım. Sən isə azad etdiyin torpaqlarda şəhidlərimizin qanına boyanmış bayrağımızı uzatmaqla Azərbaycan üçün tarix yazırsan. Əziz əsgər, güclü ol. Bil ki, hər salam vətən deyəndə sənin səsinə yüzlərlə insanın ürəyi cavab verir. Hər günün işıqlı, ürəyin rahat, yolun uğurlu olsun. Minnətdarıq sənə. Bir təbəssümlə, bir dua ilə, bir ümidlə, səmimi salamlarla sənin tanımadığın, amma səni sevən bir vətən sevdalısı. Sən qalib xalqın, qalib oğlusan. Hər an dualarımız səninlədir igid. Allah səni qorusun.